Biz bəzi başlıqlar və titrləri düşünməliyik. Əvvəla türklər bir xalq olaraq İranda hangi güclə qarşı-qarşıyıq? Bu suala gərək anlayışımız və görüşümüz ola. Mən həqiqətən çox realist birisiyəm. Yəni həqiqətləri o cür ki var, görməsən və məsələ öz gücümüzün haqqında, varlığımızın haqqında abartılı, yəni iğraqamiz sözlər deyilirsə, o təhlil və ya o anlayışın sonucu, nəticəsi əlbəttə ki olmaz. Ona görə bizim durumumuz, əgərsə Jeffersonun sözü Amerikan millətinə deyilmiş olsa, bir əsir millət durumundayıq biz. Bizim millətimizin durumu bir qədəm arxadadır. Yəni bir əsir millət kimi. Yəni bunun əlindən 100 il bundan qabaq silahını alıblar. 100 il bundan qabaq qərar vermə mövqeyini alıblar. 100 il bundan qabaqdan bunun adın, sanın, milli kimliyin, milli dilin alıblar və bunun yerinə başqa bir şey də oturtublar bir bölümünə. Yəni asimilə ediblər bir bölümü. Yəni bugün bizim millətimizin əlində həqiqətən gerçək bir güc olmadan bir məqsəd dalısındayıq. Mesela indi siz baxanda İranda güc bölümünə, hətta bugün baxanda hərbi əskəri güc mərkəzçilərin əlində, məktəb, universitet oxuma olan əlində, media olan əlində, əfşar ümumi, ümumiyyətdə bax, kamuoyu, əfşar ümumi. Necə radio, televizyon keçən 100 ildə fikir bəcərdibdi, İran tarixi nədir deyə kökündən yalan əsasında bir tarix düzəldibdi olan əlində və bizim millətimizə də yedirdiblər. Yəni bir əsir millət durumundayıq. Bir daha böyük şans vardı ki, indi həm mərkəzdə, həm farslar, həm qeyri-farslar bu rejimin çevirməsini istəyirlər. Yalnız bu dəqiq xaricdə olan güclər də bu rejimin dəyişməsini istəyirlər. Bu bizə bir daha şans verir ki, rejimin dəyişməsində biz elə bir hazırlıq aparaq ki, bu rejimin dəyişməsində eləyə bilək öz bölgəmizdə ən azı, diqqət edin, ən azı öz bölgəmizi öz kontrolumuzun altına keçirdik. O kontrolun altına keçirtmək də silahlı kontrol altına keçirtməkdir. Çünki sən hazır olmalısan ki, mərkəzi güclərlə savaşasan bəlkə yan güclərlə savaşasan. Deyək, məsələn, qonşularla problemimiz ola. Amma əsas məsələmiz o aşamada mərkəzlə olacaqdır. Ona görə İran rejiminin dəyişmə ərəfəsində əgər o güc sahibi olmayaq ki, öz bölgəmizi kontrol altına keçirdək, o da sopa ilə, dəyənəklə, filanla kontrol əlinə altına keçmək olmaz. Yəni, millət özündən müdafiə etmək üçün, əmniyyətin və güvənliyin təmin etmək üçün silah olmaq lazımdır. Və hətta sabah mərkəzi dövlət tərəfindən bəzi hücumlara məruz qalırsa müdafiə etmək lazımdır. Ona görə silahlı olmaq lazımdır, yəqin ki, el olmaq lazımdır. Amma bunu bilməyimiz lazımdır ki, çox böyük bir dev duvar qarşımızdadır bu aşamadan geçmək üçün. Çünki keçən yüzildə əlimizdən tamamı gücləri alıblar. Dil gücümüzü alıblar, kültür gücümüzü alıblar, milli kimlik gücümüzü alıblar, silahı bizdən alıblar, medianı bizdən alıblar və biz çox zəif bir durumdayıq. Əcəba biz eləyə biləcəyik bu aşamada, yəni İran rejimi dəyişikdə elə bir hazırlıq aparaq ki, yəni rejim dəyişikdə gücü ələ keçirə bilər. Əgərsə o aşamada güclü girə bilmədik səhnəyə, bəlkə çox şeyləri əldən verəcəyik. Bəlkə o istədiyimiz məqsədlərə yaxınlaşmayacağıq. Bir odur ki, ona düşünməyimiz lazımdır. İkinci soru ki, aidiyyətdə danışılanda dedilər, necə bu rejimdən keçəcəyik? Yəni bu çevriliş necə olacaq? Burasını uzun danışmaq istəmirəm. Azərbaycana deyək, məsələn, güclər və təşkilatlar belədir ki, siyasi aktor kimi rol oynama bir durumunda dəyirik. Çünki ictimai payqahlar yoxdur bu təşkilatların. Əmələn bizim gücümüzü bir manovr vermək üçün İran rejiminin dəyişməsinə çox-çox zəiflədir. Bura qalsın, çünki bir də bu rejimin dəyişməsində yalnız biz deyirik. Bəlkə mürəkkəb formada İranın tamamı səviyyəsində olan siyasi güclərin bir araya gəlib və bir zamanda müəyyən bir çıxış vasitəsilə, müəyyən bir etiraz vasitəsilə rejim çevriləcək. Onu indidən danışma onun haqqında biraz çətindir. Amma bilirik ki, ya umuruq ki, o aşama gələcəkdir. Əlbəttə o aşamada mümkündür. İç gücləri xarici güclərlə bir yerdə belə bir vəziyyəti gəlsin, o dəyişiklik gerçəkləşsin. Mən burada bir həqiqətdən danışım bir cümlədə. Bugünkü şərait və siyasi potansiyeli ki, müxaliflərdə görürəm, ki mərkəz və ki çevrədə, yəni qeyri-fars millətlərin yanında,
bu potansiyellə bu rejimi dəyişməyə imkan görmürəm. Yəni bu potansiyel İran rejimini dəyişməsinə qadir deyil, zəif bir potansiyeldir. Məgər xarici güc, deyək məsələn Amerika, deyək məsələn İsrail, deyək məsələn Avropa, xarici güc elə bir zərbə vura ki, İran rejimini çalxalaya biraz, yəni kontrolunu əldən verə, gicələ və daxili güclər o mövqedən etiraza çıxıb və İran rejiminin dəyişməsinə təşəbbüs eləyərlər. O olmursa, yəni o çalxalayan bir zərbə xaricdən, bugünkü müxalifətin potansiyelini İran rejiminin dəyişməsinə müsbət görmürəm. Yəni ehtiyacı var daha çox güclənsin. Bu qədər feylən bu rejim aşamasından. Amma bir daha üçüncü məsələ var. O da budur ki, hangi hədəflər üçün çalışırıq? Orada da biz böyük bir rolumuz vardı. Çünki böyük bir faciə ki 57-də başımıza gəldi bu idi ki, bilirdik bu rejimi istəmirik, amma bilmirdik ki nə istəyirik onun yerinə qoyaq. Və onun nəticəsi bir daha faciə oldu. Yəni Xumeyni və məşru tələblər gəldilər və İslami bir hakimiyyət və dini bir dövlət qurdular və böyük bir faciəyə yol açdılar. Ona görə biz bu alternativ sahədə İranda bu rejimdən sonra iki güc meydandadır. Biri unitaristlər, biri də federalistlər. Həqiqətən iki güc var, üç güc yoxdur. Yəni İranda səltənət girayəşi olanlar və hətta cumhuriyyətçilər, mərkəzdən danışırma, cumhuriyyətçilərlə səltənətçilər bir cür rejim istəyirlər, unitar bir rejim istəyirlər. Adın qoyurlar qeyri-mütəmərkəz ki, biraz federal cumhuriyyəti istəyənlərin yəni şübhə yaratsınlar, mərdumda tərdid yaratsınlar, mərduma desinlər, həman bu qeyri-mütəmərkəz bizdə danışırıq, həman öyle federalizmdir, amma federalizmi yaxşı deyil, cüdai tərəbliqdir. Mən o danışıqlarımda birində demişəm, bizim federalizmlə onların qeyri-mütəmərkəzinin fərqi əsas buradadır ki, bizimki aşağıdan qurulan demokrasi əsasında qurulur. Yəni hakimiyyətlər bölgələrdə qurulur, onların nümayəndəsi şəhər mərkəzdə məclis müəssisəsini təşkil edir. Yəni hakimiyyət qurulur əvvəldə bölgələrdə, məntəqələrdə, Azərbaycanda, Kürdistanda filan da. Amma onlar deyən qeyri-mütəmərkəzdə budur ki, əvvəl mərkəzi dövlət qurulacaq, sonra bölgələrə ixtiyarat veriləcək, daha çox ixtiyarat veriləcək. Kökündən budur. Həm səltənətçilər və həm mərkəz cumhuriyyətçiləri bu cür düşündülər. Ona görə həqiqətən iki dənə sistem daxilində gedirik. Ya unitar sistemə gedirik, ya da federal sistemə gedirik. Burada biz bəzi qazancılar əldə etmişik. Yəni federalizmi bilirsiniz, məsələn, keçən 20 ildə, 30 ildə çox bir məzlum, hətta indisi də federal cumhuriyyət İranda bu düşüncə, bu bədili siyasi məzlum bir bədili siyasıdır. Amma bizim fəaliyyətimizin kölgəsində bu iş, yəni federalizm bir alternativ kimi mərkəzdə, yəni İran rejiminə bir bədili siyasi kimi zəif də olsa mərkəzdə mətrəhdir. Burada bir şey işarə edeyim və o zəif nöqtəmizi işarə edeyim. Azərbaycanda və Türk Milli Demokratik Hərəkatında iki bölüm, iki qol var. Bir qol istiqlal istəyən qoldur, bir qol federal istəyən qoldur. Bu o deməkdir ki, Azərbaycan və Türklərin gücü iki yerə bölünür. Yəni bir bölümü, hətta deyərəm daha böyük bölümü ki, istiqlaliyyət istəyirlər, federalizmə qarşıdırlar. Ya federalizmi təbliğ eləmirlər, ya federalizmin təbliğində zəif gəlib, hətta ona qarşı dururlar. Yəni bu deməkdir ki, bizim millətimizin içində də bir bölümü, yəni hətta böyük bölümü bizə müxalifdirlər. Yəni yenə də bu başqa deyişlə budur ki, bizim hərəkatımızda federalizmi tərvic eləməyə biraz qısıtlı, məhdud imkanlarımız var. Çünki içimizdə müxalif var ora. Hətta bunun böyük bir ziyanı budur ki, və əsasən mən niyə istiqlal və federalizmdən çox danışmışam geçmişdə, biraz uzandı sözüm, bağışlayın. Bundan ötürü ki, yalnız istiqlaliyyətə dayanan qüvvələr əmələn mərkəz qüvvələrinin bir yerdə dururlar federalizmə qarşı. Əmələn. Ona görə mən birliyimizin yolu adında bir tərh danışdım ki, necə istiqlalçılar legal vasitədə ya qanuni bir istiqlalı almaq üçün bizlə bugün federalçılarla müttəhid olmalıdırlar. O fikrin bundan ötürüdür ki, Azərbaycan və Türklərin içində siyasi güc birləşsin və hamısı bugün, yəni istiqlalçılarla federalçılar bir güc kimi olaq. Təəssüflə bugün bir güc dəyirik və çoxunluq da onlarla da, bu bir həqiqətdir. Bizim köməyimiz kimdir burada? Federalist tərəflər, federalist kürdlər, federalist lorlar, federalist bəluçlar və hətta federalist farslar daha güclü vasitədə bizim yanımızda da ta istiqlalçı kəsim burada təəssüflə. Ona görə bu bədili siyasi cəhətindən bu vasitə ilə də hətta mən fikir edirəm ki, biz yaxşı bir qazanc əldə etmişik və federal cumhuriyyəti bir alternativ kimi mərkəzçilərin təklif elədiyi o unitar bir bədili siyasi qarşısında güclü meydana gəlmişik. Amma eyni halda güclü deyil. Yəni bugün federalizm mərkəzdə həqiqətən bir məzlum bir
bədili siyasıdır. Varlığını təsbit etmişik. Amma güclülüyünü hələ təsbit etməmişik. Hələ İranda mərkəzdə bu iki alternativi qoyacaqlar, seçimə cəmaət getsin, ona rəy versin, hələ bu aşamaya gəlməyib. Bu üç məsələyə dərindən düşünməyimiz lazımdır. Xüsusən oralar ki, biz fəaliyyət edə bilərik. Üçüncü məsələ, rejim keçəndən sonra nə olmalıdır və o bədili siyasının üstündə təbliğ olsun. Bir də birinci aşamaya hazırlaşmaq, təşkilatlaşma və media ələ keçirmə və media vasitəsilə xalqı maarifləşdirmə, ağah eləmə və bu vasitə ilə şərait Azərbaycanda və Türklərin içində siyasi təşkilatların güclənməsinə şərait yaratma. Bu iki aşamada, yəni həm başlanğıcda tərəfimiz güclü bir tərəfindən, güclü bir qüvvə ilə tərəfi ora düşünmə, ora hazırlıq aparma. Bir də rejim dəyişiklik ərəfəsində alternativ siyasi, yəni federal cumhuriyyətin təbliğində daha çox işləyə bilərik, ona dayanmamız lazım. Amma bu üç aşamanı mən biraz izah etməliyim ki, dostlar da düşünsünlər. Daha çox artırmaq istəyirlər bir məsaili bura artıraq, bu bəhsləri genişdirək. Çox sağ olun.